Turşular. Metal atomu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddələrə turşular deyilir. Turşuların tərkibində həmin bu metal atomu ilə əvəz oluna bilən hidrogen atomları turşunun əsaslığını göstərir. Yəni ki, məsələn, tutaq ki, xlorid turşusu, H-xlor və yaxud da sulfat turşusu, misal üçün yazıram bura. Deməli, tərkibində baxın, tərifi bir də bura tətbiq edirəm. Deyir ki, metal atomu ilə əvəz oluna bilən hidrogen atomundan və turşu qalığından ibarət mürəkkəb birləşmələrə turşular deyilir. Turşuların tərkibindəki bu hidrogen atomlarını biz metal atomları ilə əvəz edə bilərik və bu hidrogen atomlarına biz turşunun əsaslığı deyirik. Ona görə yəni hidrogen atomlarının sayı əgər bir dənədirsə turşuda bu bir əsaslı turşu, 2 dənədirsə 2 əsaslı turşu, 3 dənədirsə metal atomu ilə əvəz oluna bilən hidrogen atomlarından söhbət gedir. 3 əsaslı və yaxud da 4 əsaslı ola bilər. Turşular tərkibinə görə oksigenli və oksigensiz olmaqla iki qrupa bölünür. Və elə turşuların adlandırması da turşunun tərkibində oksigenin olub-olmamağından asılıdır. Gəlin baxaq görək turşular biz necə adlandırırıq. Turşuların adlandırması ilə tanış olaq. Burada görürsünüz, mən qeyd etmişəm bəzi şəkilçilər və sözönlükləri. Turşular ümumiyyətlə adlandırılarkən bu şəkilçilərdən və bu sözönlüklərindən istifadə olunur. Necə? Əgər turşunu ümumiyyətlə adlandırmaq üçün turşunu əmələ gətirən elementə baxırıq. Yəni mərkəzi elementə baxırıq. Görək bu turşu hansı element turşunu əmələ gətirən element hansı elementdir? Məsəl üçün, baxın, tutaq ki, kükürdün 3 dənə turşusunu qeyd edirəm bura. Ümumiyyətlə, turşuları adlandırarkən turşunu əmələ gətirən əsas ana elementə baxırıq. Bu elementin latınca adının sonluğuna müvafiq olaraq it, at şəkilçisi əlavə olunur və əgər ehtiyac olarsa meta, orto sözönlüklərindən istifadə oluna bilər. Necə? Ümumiyyətlə, turşu əgər oksigensiz turşudursa, elementin latınca adının sonuna id şəkilçisi artırırıq. Onda bu turşunun adı olar nə? Sulfid. Kükürdün latınca adı sulfurdur. Sonra it və at şəkilçisi nə zaman işlənilir? Əgər turşunu əmələ gətirən element turşunun tərkibində maksimum oksidləşmə dərəcəsi göstəribdirsə, onda elementin adının sonuna at şəkilçisi, yox əgər element turşunun tərkibində orta oksidləşmə dərəcəsi göstərirsə, onda onun sonuna it şəkilçisi əlavə etmək lazımdır. Onu da qeyd edək ki, yenə deyirəm, it və at şəkilçisi mütləq şəkildə yalnız oksigenli turşularda, yəni əlavə olunur elementin adının sonuna. Oksigensiz turşular üçün ancaq biz istifadə edirik it şəkilçisindən. İndi gəlin bu 3 turşunun üçünü də adlandıraq. Əmələ gətirən element kükürdür, yəni sulfur. Oksigensiz turşudur. Sonuna id artırıram, sulfid turşusu. Oksigenli turşudur bunların hər ikisi. Onda baxıram mən kükürdün buradakı oksidləşmə dərəcələrinə. Yuxarıdakı turşuda kükürd göstərir müsbət 4, aşağıda göstərir müsbət 6 oksidləşmə dərəcəsi. Kükürd burada müsbət 6 oksidləşmə, yəni maksimum oksidləşmə dərəcəsi göstərdiyinə görə adın sonuna at şəkilçisi əlavə edirəm. Yəni olur nə? Sulfat turşusu. Burada müsbət 4, yəni orta oksidləşmə dərəcəsi göstərdiyinə görə kükürdün adının sonuna, yəni sulfurun sonuna it şəkilçisi əlavə edirəm, olur sulfid turşusu. Burada bəzi oksigenli və oksigensiz turşuların adlarını qeyd etmişəm. Gəlin hər biri ilə tanış olaq, baxaq. Oksigensiz turşulara baxaq. Fluorun turşusudur, oksigensizdir, sonuna it şəkilçisi əlavə etmişik. Fluorid. Xlorun turşusudur, oksigensizdir, sona əlavə olunub id, xlorid turşusu. Bromid turşusu, yodid, sulfid, siyanid turşusu. Oksigenli turşulara baxaq. Məsələn,
Yenə az öncə baxdıqlarımızdır. Sulfit turşusu niyə it şəkilçisi artırdım? Çünki kükürt burada maksimum yox, orta oksidaşma dərəcəsi göstərib. Amma burada sulfat maksimumdursa az şəkilçisi artırıram. Sonra baxın azotun 2 dənə turşusu qeyd olunubdur. Məsələn, burada azotun 2 dənə turşusu verilibdir, fikir versinizsə. Bunların adları fərqlidir. Səbəb nədir? Çünki yuxarıdakı bu turşuda azot göstərib müsbət 3 oksidləşmə dərəcəsi. Ancaq aşağıdakı turşuda azot göstərib müsbət 5, yəni maksimum oksidləşmə dərəcəsi. Maksimum oksidləşmə dərəcəsi göstərsə sonu artırıram at, orta göstəribsə sonu artırıram it şəkilçisi. Nitrit, nitrat turşusu, karbonat turşusu, metasilikat turşusu. Sonra fosforun turşuları. Görürsünüz burada fosforun bir neçə turşusunu qeyd etmişəm. Bunları yadda saxlamaq o qədər çətin deyil. Əvvəla ilk 3 turşuya baxaq. HPO3, H3PO4, H4P2O7-yə. Bunlarda fosforun oksidləşmə dərəcələrini müəyyən edək. Bu turşuların hər birində fosfor müsbət 5 oksidləşmə dərəcəsi göstərir. Maksimum oksidləşmə dərəcəsi göstərir. Maksimum oksidləşmə dərəcəsi göstəribdirsə, onda mütləq şəkildə fosforun adının sonuna artıracağım şəkilçi ad şəkilçisidir. İndi gərək sözünlərə. Meta, orto və piro. Əgər turşunun tərkibində oksigen atomlarının sayı ən azdırsa meta sözünlüyü, çoxdursa, yəni oksigen sayı artdıqca orto və piro sözünlüyü artırılır. Metafosfat, ortofosfat və pirofosfat. Digər turşularda isə fosforun oksidləşmə dərəcəsi daha aşağıdır, yəni orta oksidləşmə dərəcəsi göstərdiyinə görə sonuna it şəkilçisi artırırıq. Fosfit və hipofosfit turşusu. Bundan başqa halogenlərdən xlorun, bromun, yodun da oksigenli turşuları mövcuddur. Bunların hər biri qeyd olunub burada. Və metallardan biz yadınızdadırsa oksidlər mövzusunu keçəndə iki metaldan danışmışdıq ki, o metallar turşu oksid əmələ gətirə bilirdilər. Onda əgər o metallar turşu oksid əmələ gətirə bilirdilərsə, demək ki, həmin metalların turşuları da mövcuddur. Hansı metallar idi onlar? Əlbəttə ki, xrom və manqandan söhbət gedir. Demək, xromun turşularına baxaq. Xromat turşusu, xromun sayı 2 dənədir, dixromat turşusu. Sonra manqanın turşuları. Manqanın müsbət 7 göstərdiyi turşu permanqanat turşusu, manqanın müsbət 6 göstərdiyi turşusu manqanat turşusu. Turşuların qrafik formulları. Ümumiyyətlə turşuların qrafik formullarını tərtib etmək üçün biz kimyəvi rabitə mövzusunda bu formullarla az da olsa tanış olmuşuq. Qrafik formullar oksigenli və oksigensiz turşular üçün müxtəlif cür tərtib olunur. Baxın, oksigensiz turşuların qrafik formullarını tərtib etmək çox rahatdır. Niyə? Çünki turşunu əmələ gətirən hidrogen atomu birbaşa turşu qalığına, yəni turşunu əmələ gətirən elementə birləşir. H-fluor, fluorid turşusunun qrafik formulu görürsünüz, hidrogen birbaşa fluorun özünə birləşir. Və yaxud da sulfit turşusunda hidrogen birbaşa kükürt atomuna birləşir. Hər ikisi. Görürsünüzmü? Hər ikisi birbaşa kükürdə birləşir. Və yaxud da siyanid turşusunda. Hidrogen atomu birbaşa turşunu əmələ gətirən element atomlarının özünə birləşir. Qeyddə də vurğulanıbdır, hidrogen turşu qalığına birbaşa birləşir oksigensiz turşularda. İndi yəni oksigenli turşuların qrafik formullarına baxaq. Oksigenli turşuların qrafik formullarını tərtib eləmək üçün nə edirsiniz? Oksigenli turşuların qrafik formullarını tərtib edərkən turşunun tərkibindəki hidrogen atomlarını birinci turşu qalığı ilə, yəni turşunu əmələ gətirən elementlə yox, turşunun içərisindəki oksigenlə əlaqələndiririk. Daha sonra həmən elementə bağlanır həmən rabitə. Bax, məsələn, nə demək istəyirəm? Sulfat turşusunda turşunu 2 dənə hidrogen atomu əmələ gətirib. 2 hidrogen atomunun ikisinə qeyd edirik.
Sonra o hidrogeni oksigensizdə birbaşa birləşdirmişdik. Amma burada birbaşa birləşdirmirik. Burada bax bu oksigendən istifadə edirik. Hidrogenin hər birini oksigendən birləşdiririk. Daha sonra həmən o birləşmiş hidrogen oksigen qruplarını mərkəzi atoma birləşdiririk. Yerdə qalan oksigenlər də atomun kənarlarına qeyd olunur. Görürsünüz ki, burada valentlikdə tamamlanır. Məsələn, orta fosfat turşusunda görürsünüz, yenə eyni qayda tətbiq olunur. Əvvəlcə hidrogenlər oksigenlə birbaşa əlaqələndirilir. Daha sonra onlar mərkəzi atoma birləşir. Onu da qeyd edeyim ki, bax bu qrafik formulları izah eləməkdə məqsədim nə idi? Bəzi turşular var ki, onların tərkibində hidrogen atomları hamısı birbaşa oksigenlə, yəni belə deyək də, orada bəzilərində oksigen körpü rolu oynamır bəzi hidrogen atomlarında. Yəni oksigenlə hidrogenin hamısı yox. Bəzisi birləşib daha sonra mərkəzi atoma birləşir. Məsələn, ən yaxşı nümunəyə baxın, nə demək istədiyimi başa düşəsiniz. Görürsünüz, bu turşunun tərkibində 3 dənə hidrogen atomu var. Biz buradakı qayda ilə getsəydik, 3 hidrogen 3 oksigenlə əlaqələnib bundan sonra fosfora birləşməli idi, düzdürmü? Onda burada fosforun valentliyi düzgün olmayasıdır. Fosfor onda burada aşağı valentlik göstərərdi. Amma biz bilirik ki, fosfor turşunun tərkibində 5 valentlik göstərir. Onda bunun səbəbi nədir? Baxın, 3 hidrogenin 3-ü də birbaşa oksigenlə əlaqə qurmur, birbaşa oksigenlə birləşmir. Bunlardan yalnız ikisi birbaşa oksigenlə birləşir, daha sonra mərkəzi atoma birləşir. Digər tək qalan hidrogen isə mərkəzi atomdan birbaşa birləşir. Bu bizə nə zaman lazımdır? Turşuların əsaslığını müəyyən edərkən. Biz dedik, turşunun tərkibində metalla əvəz oluna bilən hidrogen atomları turşunun əsaslığını göstərirdi. Bu hansı hidrogen atomlardır bilirsiniz? Bax, bu oksigendən birbaşa birləşən hidrogen atomlarıdır ki, bu rabitələri qırıb hidrogenin yerinə metal atomu qoymaq mümkündür. Amma hidrogen atomu birbaşa mərkəzi atoma birləşəndə o rabitəni qırıb metalla onu əvəz eləmək olmur. Buna görə də bu turşuda hidrogenin sayı 3 dənə olsa da turşu 2 əsaslıdır. Turşuların alınması. Turşuların əslində alınma yollarının bir çoxu ilə biz artıq öncəki mövzularda tanış olmuşuq. Məsələn, oksidlər mövzusunda biz turşuların alınma üsullarının bir neçəsi ilə yəni orada keçmişik, tanış olmuşuq. Mahiyyətində demək olar ki, bilirik. Gəlin bu üsulların hər birini ayrı-ayrılıqda nəzər salaq. Birinci, turşuların ən bəsit alınma üsulu nədir? Oksigensiz turşulardan söhbət gedir. Qeyri-metalların hidrogenlə birbaşa qarşılıqlı təsirindən. Məsələn, hidrogen fluorla birbaşa qarşılıqlı təsirdə olub fluorid turşusunu verir. Və yaxud da xlorla birbaşa qarşılıqlı təsirdə olub xlorid turşusunu verir. Hidrogen kükürdlə birbaşa sulfid turşusunu verir və s. İkinci, turşuların digər alınma üsulu. Turşu oksidlərinin su ilə qarşılıqlı təsirindən yenə qeyd etdiyim kimi oksidlər mövzusunda biz bunu keçmişdik. Turşu oksidlərinin burada xassələrində biz onu keçdik ki, turşu oksidləri su ilə qarşılıqlı təsirdə olub müvafiq turşunu əmələ gətirirlər. Baxın həmən reaksiyalardır. Məsələn, kükürt 4 oksid və yaxud da kükürt dioksid üstəgələk H2O verir H2SO3, yəni sulfid turşusu. SO3-ün su ilə qarşılıqlı təsiri sulfat turşusunu əmələ gətirir. CO2 su ilə H2 karbonoid əmələ gətirir. İndi yenə qayıdıram həmənki yerə. Onu oksidlər mövzusunda da sizə izah eləmişdim. Hansı turşunun əmələ gəlməsi? Məsəl üçün, SO2-nin su ilə qarşılıqlı təsirindən əgər siz belə deyim, çaşmamaq üçün H2SO3 və yaxud da H2SO4 əmələ gəlir. Biz orada nəyə baxırdıq? Oksidin içərisində element neçə oksidləşmə dərəcəsi göstərirsə, onun su ilə qarşılıqlı təsirindən əmələ gələn turşuda da element həmin oksidləşmə dərəcəsini göstərməlidir. Görürsünüzmü? Hər birisində uyğunluq gözlənilir. Turşu oksidlərin keçəndə də qeyd etmişdim ki, bəzi turşu oksidləri su ilə fərqli reaksiyaya girirlər. Məsələn, NO2 su ilə 2 cür turşu verirdi.
Həm nitrat, həm nitrit. Səbəbi nə idi? Çünki NO2 yeganə qarışıq turşu oksididir ki, həm azot 3, həm azot 5 oksidi özündə birləşdirir. Daha sonra yada salaq, turşu oksidlərindən P2O5 demişdik, su ilə temperaturdan asılı olaraq 3 cür reaksiyaya girirdi. Və son olaraq turşu oksidlərindən bir dənə silisium O2 idi ki, su ilə birbaşa qarşılıqlı təsirdə olmurlar. Turşuların digər alınma üsulu duzlarla turşuların qarşılıqlı təsirindən. Burada biz nəyə fikir verməliyik? Artıq burada bu üsuldan keçid edirəm nəyə? Turşuların qüvvətlilik sırasına. Metalların qüvvətlilik, zaten gərginlik sırasını qeyd etmişdik. Metalların gərginlik sırası olduğu kimi turşuların da qüvvətlilik sırası var. Metalların gərginlik sırası nədir? Yəni belə deyim, unudanlar üçün izah eləyəcəm. Turşuların qüvvətlilik sırası nədir? Baxın. Bu sıra üzrə soldan sağa getdikcə turşunun qüvvətliyi azalır. Yəni bu nə deməkdir? Sulfat turşusu ən qüvvətli turşudur. Xloriddən, nitratdan, ortofosfatdan, sulfitdən, karbonatdan, sulfiddən və s. Sulfit turşusu özündən sonra gələn bu turşulardan qüvvətlidir. Məsəl üçün, sulfid özündən sonra gələnlərdən qüvvətlidir və s. Yəni, turşuların qüvvətlilik sırasında öndə duran turşu duzların tərkibində özündən sonra gələn bütün turşuları çıxarda bilir. Bu sırada diqqət edirik nəyə? Baxın, burada görürsünüz 3 dənə turşu qeyd etmişəm. Xlorid, nitrat, ortofosfat. Bu o deməkdir ki, bunlar üçü də sulfat turşusundan zəifdirlər, amma bir-birindən zəif və yaxud da güclü deyilər. Eyni qüvvətlidir. Eyni qüvvətlikdədirlər. Qüvvətliliyi yəni eynidir. Məsəl üçün, nitrat turşusu xlorid turşusunu, xlorid nitratı və yaxud da nitrat ortofosfat turşusunu duzlarından sıxışdırıb çıxarda bilməz. Nə deməkdir bu sıxışdırıb çıxarma? Baxın, tutaq ki, natrium xloridin üzərinə sulfat turşusunu gəlirəmsə, yada salıram, bu reaksiyanı gördümsə, yada salıram turşuların həmən bu qüvvətlilik sırasını. Baxıram ki, duzun içərisindəki turşu hansı turşudur? Xlorid turşusudur. H xlordur. Bunun üzərinə gəlinən turşu hansı turşudur? Sulfat turşusudur. Turşuların qüvvətlilik sırasında sıraya fikir verəndə görürəm ki, sulfat turşusu xlorid turşusundan öndə yerləşir. Yəni ondan güclüdür. Deməli, sulfat turşusu bu duzun içərisindən xlorid turşusunu çıxarda bilər. Çünki niyə ondan qüvvətlidir? Ona görə əmələ gəlir nə? Baxın, sulfat bu xloru buradan çıxardı. Görürsüz, SO4 keçdi xlorun yerinə, xlorid turşusu da ayrıldı. Yəni, duz turşu reaksiyasında bu ardıcılığa diqqət eləməlisiniz. Turşuların qüvvətlilik sırasına nəzər salın, mütləq bunu öyrənmək lazımdır. Bir də, məsələn, sonuncu reaksiyaya fikir verin. Bax, mən bayaqların dediyim mövzudur. Bu 3 dənə turşudan gedir burada söhbət. Görürsünüz, xlorid turşusunun üstünə nitrat turşusu gəlib. Bu tip reaksiyalarda qətiyyən ki, arıxmırsınız. Çünki yenə analiz eləyirsiniz. Duzun içərisindəki turşu hansı turşudur? Xlorid turşusu, düzdürmü? Üstünə gəldiyi turşu nədir? Nitrat. Tez bu turşuların yerini yada salırıq. Baxıram ki, xlorid turşusu da, nitrat turşusu da ikisi də eyni sıradadır. Yəni ki, onda bunlar nə edirlər? Bir-birini çıxartmırlar. Onda bu reaksiya getmir. Bu reaksiyanın bir cür getmiş şərti var. Yəni bir cür bu reaksiya gedə bilər. Necə? Baxın. Məsələn, bu şərt, yəni bu reaksiya amma gedər. Niyə? Sual yaranır ki, bəs demədik nitrat, xlorid bunlar bir-birini çıxartmırlar. Bu reaksiya o şərt daxilində, yəni bu qanuna uyğunluq o vaxt pozulur ki, bütün turşular üçün keçərlidir bu. Əgər reaksiyanın sonunda çöküntü, qaz və yaxud da su alınarsa, onda bu qanuna uyğunluq pozula bilər. Görürsünüz, burada gümüş xlorid çöküntüsü alınıb deyə xlorid turşusu nitrat turşusunu çıxara bildi. Sonra turşuların kimyəvi və fiziki xassələrinə baxaq.
Turşuların kimyəvi xassələri. Turşular birinci, metallarla qarşılıqlı təsirdə ola bilirlər. Turşuların metallarla qarşılıqlı təsirdə olmasını, yəni nələrin əmələ gəlməsini, reaksiyanın gedib-getməməyini bilmək üçün mütləq şəkildə sağda qeyd etdiyim metalların gərginlik sırasını bilməliyik. Metalların gərginlik sırası nədir? Eyni turşularda olduğu kimi, turşuların qüvvətli sırasında göstərildiyi kimi, hər əvvəldə gələn metal özündən sonrakı metalı duzların tərkibindən sıxışdırıb çıxarda bilir. İndi sual yaranır ki, bəs bizdə mövzu turşudur axı. Niyə biz burada duzlar, yəni bu duzlar mövzusunda keçmirik? Sırf turşularda biz metalların gərginlik sırasından danışırıq. Səbəb nədir? Çünki metal plus turşu reaksiyasına baxanda mən daha doğrusu metalların gərginlik sırasına baxanda bu gərginlik sırasındakı hidrogeni görürsünüz yəqin ki. Yəni bu o deməkdir ki, bu hidrogenə qədər olan metallardan zəifdir. Yəni onda hidrogendən əvvəl yerləşən bax bütün bu metallar turşuların tərkibindən hidrogeni çıxara bilir. Bax bu sıra bizə ona görə lazımdır. Məsələn, kalsiumun üstünə klorid turşusu gələndə kalsium turşunun içərisindəki hidrogeni çıxardır. Turşuların da biz tərifində nə demişdik? Tərkibindəki metal atomu ilə əvəz oluna bilən hidrogen atomu. Bu ifadə yadınızdadırmı? Yəni bu hidrogen atomu metal atomu ilə əvəz oluna bilir. Hansı metal atomu ilə? Hidrogenə qədər yerləşən metallardan söhbət gedir. Məsələn, görürsünüz aşağıda yazmışam. Mis üstə gərək H2SO4 reaksiya getmir. Səbəbi nədir? Çünki mis hidrogendən sonra yerləşir. Yəni ondan zəifdir. Onu çıxarda bilməz. Daha sonra burada nəyə diqqət edirsiniz? Baxın. Deyir ki, bax bu qayda duz plus hidrogen və metalların gərginlik sırası nəzərə alınmır harda? Əgər turşun duru və qatı nitrat turşusu və yaxud da qatı sulfat turşusu olarsa, onda duru və qatı nitrat turşusundan bütün metallar, qızıldan platindən başqa, qatı sulfat turşusunda da yenə bütün metallar qarşılıqlı təsirdə olurlar. Sadəcə olaraq hidrogen əmələ gətirmirlər. Və metal plus turşu xassəsində nə edirsiniz? Yəni burada görürsünüz, mən ümumi xassədə yazmışam. Burada duz və hidrogen əmələ gəlir. Reaksiyalarda bu göstərilibdir. Amma amoniakın turşularla qarşılıqlı təsirindən hidrogen alınmır. Bu metalların turşularla qarşılıqlı təsir reaksiyaları əvəz etmədi. Amma burada istisnalarımız amoniakdır ki, amoniak turşularla qarşılıqlı təsirdə olduqda görürsünüz bir dənə bütöv duz verir. Yəni reaksiya olur. Birləşmə reaksiyası. Turşuların digər kimyəvi xassələrinə baxaq. Turşular ümumiyyətlə turşu xassəli olduğuna görə bu turşular əsasi xassəli maddələrlə və amfoter xassəli maddələrlə qarşılıqlı təsirdə olurlar. Nədir? Məsələn, turşu əsasi oksidlə də qarşılıqlı təsirdə olur, əsasla da qarşılıqlı təsirdə olur və yaxud da amfoter oksidlə də qarşılıqlı təsirdə olur, amfoter əsasla da qarşılıqlı təsirdə olur. Turşuların digər kimyəvi xassəsi nədir? Turşuların bəziləri parçalana bilirlər. Əlbəttə ki, hamısı yox. Davamsız turşular yalnız parçalana bilirlər. Davamsız turşularımız hansılardır? Nitrat, karbonat, silikat. Baxın, çox vaxt nitrat turşusu çaşdırır. Nitrat turşusu nə qədər qüvvətli olsa da, bir o qədər də davamsızdır. Yəni nitrat turşusunu sən parçalaya bilərsən. Amma məsələn, sulfat turşusu həm davamlıdır, həm qüvvətlidir. O nə parçalanmır, həm də qüvvətli sırasında öndə yerləşən turşulardandır. Karbonat turşusu əmələ gətirdiyi oksidə və suya. Silikat turşusu yenə onu əmələ gətirən oksidə və suya parçalana bilirlər. Son olaraq, turşuların indikatorlara təsirinə baxaq və burada bəzi fiziki xassələrini qeyd etmişəm, onlara nəzər salaq. İndikator nə idi? Demək təyin edicilərimiz idi. Düzü məhlulun əsas və yaxud da turşu olduğunu təyin etmək üçün istifadə etdiyimiz maddələr idi. 3 cür indikatorumuz var: lakmus, fenolftalin, metil oranj. Əsaslarda keçdiyimiz kimi biz turşuları da bu lakmus, fenolftalin, metil oranjla təyin edə bilirik. Lakmus kağızının özünün rəngi bənövşəyi, fenolftalin rəngsiz tozdur, metil oranj narıncı tozdur, lakmus bənövşəyi kağızdır.
Lakmus kağızı turşunun məhlulunun təsirindən bənövşəyi rəngdən qırmızı rəngə keçir. Fenolftalinin rəngini turşular dəyişmir. Metaloranjın narıncı rəngini turşular moruğu rəngə çevirir. Əsaslarda, yəni qələvələrdə bu necə idi? Bənövşəyini lakmus göyə, fenolftalini üzr istəyirəm. Lakmusun bənövşəyi rəngini göy rəngə, fenolftalinin rəngini səhrayı, metaloranjın rəngini isə sarı rəngə çevirirdi. Nə? Qələvələr. Turşularda isə dəyişən rənglər bunlardır. Turşuların fiziki xassələri yanılanların biri yenə deyək, rəngi, iyi, aqreqat halı və s. fiziki xassələrində bunlar nəzərdə tutulur. Bizə lazım olanlar hansıdır? Yadda saxlayın. Turşulardan silikat turşusu suda həll olmur. Və silikat turşusu, onu da qeyd edim ki, bax, rastınıza çıxar. Silikat turşusu da karbonat turşusu da hansı reaksiyanın sonunda bu turşuları aldınızsa, indicə dediyim davamsız turşulardır bunlar. Yəni bunlar əmələ gələn kimi tez, yəni o qədər davamsızdılar ki, bu formada qalmırlar. Əmələ gətirdiyi oksidə və suya parçalanır. Karbonat turşusu da onu əmələ gətirən oksidə və suya parçalanır. Turşuların aqreqat hallarına baxaq. Fluoritdir, xloritdir, bromiddir, yodid turşuları bunlar adi şəraitdə qaz halındadır. Onların suda məhlulları turşu adlanır da, bunu bilirsiniz. Sonra ortofosfatdır, boratdır, silikat turşusu bunlar bərk halda olan turşulardır, qalanları mayedir. Və bir də turşulardan sulfat turşusu higroskopikdir, yəni su uducudur deməkdir. Ağzı açıq qabda saxladıqda onun kütləsi artır.